Ay rəqibə görəm bura. Qəşəng bir dənə 1-1 super. Bu rəqibi də tutamıram ki. Oy. Dipdə də biraz hoppa, qəşəngcə bir vuruş. Assalamu aleykum millət, necəsiniz? Var nə ümid edirəm ki, yaxşısınız. Bu gün sizlərlə birlikdə mükəmməl hassasiyyət videosu ilə qarşınızda olacağam uşaqlar. Bu arada kanalımıza gəlmək istəyənlər kanalımıza gəlib iştirak edə bilər. Nəysə, yavaş-yavaş çox uzatmadan keçək videomuza uşaqlar. 2 dənə hassasiyyət paylaşacağam sizlərə. Birisi az DP'li, yəni DP'siz oynamağa öyrəşən insanlar üçün, yəni necə deyim. Yəni birisi də yüksək DP'li olacaq. Yəni yüksək DP'li oynayan oyunçularımız da var, təbii ki də bilirik ki. Yəni ona görə 2 hassasiyyət paylaşacağam. Bu arada uşaqlar videonu keçmədən axıra qədər izləsəz yaxşı olar. Bir həftə və yaxud 809 gündə video paylaşamıram. Problemlər var idi biraz. Ekran kaydedicidə falan. Sıfırda bir. Yəni sıfırda bir nə idi ala? Sıfırda səndən bərəkət Allahdan deyək. Bir tur keçəcək 30'da rəqibimizə. Nəsə ekran kaydedicidə falan problemlər var idi. Onu biraz deneyimlərdən çözməyə çalışdım. Yəni axırda nəsə çözdüm deyəsən. Artıq inanmıram ki, ekran kaydedicisi problem verər. Yəni versə də nə bilim, yəni aralıqlı onda problemi tapmağa çalışacağam. Rəqib yenə bu qəşəngcə vurdum ana rəqibi yenəcə. Thompson, yəni Thompson seçməyinə ümidli değildim, yəni. İstəyirdim Deagle falan seçdim, normal oynayaq. Thompsonla onu bilirəm ki, tutacaq da. Thompson qəşəng gedə bilir. Kafa normal gedir Thompsonda. Bir də üstünə qasanda vapşim. Görək Deagle'dan eləyə biləcək rəqibə. Dedim ki, nəsə videolara ona görə aralıq vermişdim. Bu videonun inşallah qəşəng izlənmə və yaxşı bəyənilər falan gələr. Yorumlarda da öz fikirlərinizi bildirə bilərsiniz. Rəqibimiz burdadır deyəsən. Ola gəl görüm bura. Elə vurmaq istəmirəm səni. Qaqam otur. Qaqa ən zəhləm gedən oyun stilini oynamada. Qaqa yerdə oturur 5 dəqiqə durmursan. Açıq gözləməyin də yəni bir şey var da. Qaqa bir norması var da. Ayaqda açıq gözlə nə bilim. Amma oturmada da o qədər açıq gözləmədi. Yəni. Rəqib bomba falan atmağından qəşəng təkürlü oynaya biləcəyin performansı yəni görsənir. Alayın da çıxmış kimi vardır. Yəni DP'də hələ lap qəşəng oynamağı düşünürəm, amma DP'li neçə vaxt oynayamıram uşaqlar. DP'də ona görə əlim biraz öyrəşməmiş ola bilər, ekran biraz tutuzdurmaya bilərəm. Bu da yəni uzun müddət DP'siz oynamaqdan gəlir. Qaqam buradan neyinsən? O qəşəng. 3-1 eləməyi bacardıq. 3-1 amma yəni başqa bir şey yox. Bu arada like atmağı, abunə olmağı unutmayın uşaqlar. Bu videolara çox əziyyət çəkirik də, yəni yəni bir növ bunların editi falan, YouTube'a yüklənməyi falan, internetdə də biraz zəif olanda vapşim ala. Çox gec gedir də YouTube'a. 3-4 saatda bir video gedir YouTube'a, təsəvvür edin də. Gerek 3-4 saat ya megabaytın atasan ya yəni o qədər müddət megabayt dözər ala. Gerek 3 GB falan ən azı megabaytın olar ki onu paylaşa bilərsən də YouTube'da. Nə var bu? AVM-yi niyə seçdin? Get normal slashla işte. İndi sən orada öz aləmində şey edirsən də. İndi mən Loma axım axı. Sən əğlab FPS edirsən axı orada öz aləmində. Qabağındakı uşaq deyil. Yəni yeni başlamamışam ki mən oradan açıq verəm sənə qoyasan. AVM-yi oynayıram, burada güclü oynamıram. Orta bir səviyyədə də, yəni adam falan vurmağa bəs eləyir. O da dəyişsiz olar. O da kafa dəyir təsəvvürlə. Sən qəşəng shorts videosu da çıxardardım hətta buradan. Rəqib görə indi hara getdi. Elə burada da düşündüyüm kimi buzun içindən keçdi Allah. O buz atdana əlində niyə saxlayırsan? Rəqib. Allah nə var bu? Öldü yoxsa nə oldu buna? Rəqib deyəsən öldü bu. Buzdan mı qalma? Səslər gəlir. Allah tutmadı. Buradan bir dənə 150 qoya bilərəm mi? Yenə tutmadı. Çox da açıq vermək istəmirəm. İndi bu yüzdə keçək. Görə indi hala. Var mı? Gelim də. Görüm aya bura. Allah. Qəşə bir dənə 150. Qaşma görüm gəl bura. Allah, nə qəşəng buza bağladın özünü. Qəti asıq falan yoxdur. Super valibsən ha özünü. Allah, kask quracaqdım. Prost tərpəndi deyə yeləkdəydi. Nəysə, problem yoxdur ki, Allah, DP'siz oyunumuz qutardı. Bu DP'siz oyunumuz idi. Keçə bilən də DP. Valla, DP'yi açdım. Yüksək DP'dir. Yəni, qəşəng bir dənə sizlərlə mükəmməl performans verməyi düşünürəm. Amma inşallah
ekranı tutuzdura bilərəm də. Yəni ekran çox fırlansa falan, yəni əlim örgəşməməyindəndir. DP-də yəni neçə gündür ümumiyyətlə düzəməlli oyunda oynamıram. Arada bir dəfə girirəm, mənim bir dəfə yetişdərəcəli oynayıram, çıxıram. Da DP-siz oynayıram, bir də ərdinirəm da DP as bağla falan eləməyə. Ona görə yəni DP-siz də yəni DP-li də yəni normalda WhatsApp falan çox pis görsənir də. Ona görə DP-siz istifadə edirəm. Nəysə, rəqibimiz görək nə edir. O tərəfə qaçırmam, bu tərəfə gəlirəm. Allah, görürsüz baba ilişirəm. Allah rəqibimiz toplanıram. Allah, ara getdi rəqib. Tuzduramıram hələ. Allah, nəysə. Vuranmadı, yaxşı oldu. Görürəm hardasan indi, buradasan eləm. Qaqam aç. Konteynerların dibində çıxarıram. Tuzduramıram, bax çox uçuram. Görürəm. Allah dəymədi. Dəymədi. Rəqib də gəlsən biraz qolsuzlaşdı. Qarşın yavaş-yavaş yerləyini ağladırıq. Nəysə, görək. Allah, ilişdim orada. Görüm bura. Vuranmadıq yenə. Qaqa, sən sala burada, can, qəşək. Ən azından bu tur sən sala vur, əlim örgəşmir. Bir dəfə oynayamayandan sonra arxası gəlmir də oynamağım. Nəysə. Allah, səhv hassasiyyətdə oynayırmışam, Allah, səhv hassasiyyətdə oynayırmışam da mən. Deyirəm, niyə getmir bu zibil? Hassasiyyət düzəltdim. Yanlışlıqla DP-siz oyunun hassasiyyətindən oynayırmışam. Deyirəm da elə bil nəsə fərqlilik var. Bu arada bu hassasiyyət polnu vaxt, yəni bundan çox əvvəldən tapmışam. Hələ ki işləyir, yəni Deagle falan normaldır. Biraz daha sən UMP-si ölüb qəşəng vurdun halda. Biraz daha sən UMP-si ölübdür, bilmirəm o da. Artıq yəni o kicks özünüz oynadıb, yəni oradan düzəldə bilərsiniz, yəni hassasiyyəti. Yəni elə çətin bir şey deyil də o tək-tək düzəltmək. Yəni UMP onsuz bağlayan başqa bir şey yoxdur. Düzəlməli elə bir dənə kicks oynatsaz, qırmızı düymü də oynada bilərsiniz, amma tövsiyə görmürəm, Deagle korlaya bilər. Ona görə yəni kicks-i biraz qaldırsaz, məsələn görsəz ki, bədən gedir, kicks-i biraz qaldıra bilərsiniz, yüksəldə bilərsiniz. Yəni Allah nə oldu? İlişdim mən yenə tarıydım yazığı. Qaqam nağarsın, gəl görüm bura. Tuzduramıram ki, qaqarış da tapanmıram ki bir dənə qoyam da. Qaqam, gəl görüm bura. Haradasan indi? Bu rəqibi mən hələ tutamıram, o da DP-nin zibilidir. Allah, dəymədi yenə. Qaqam bir dənə 300... Allah, harada da 360 vuruş. Qaqam ağlatdı mən, amma qəşəng oynadı da oynayışı, həqiqi sevdim oynayışını. Yəni, hələ ki, nə taramayıb, nə üz göstərməyibdir. Ona görə... Yəni bu arada şöyle yalnız qurtda video çəkmək çox əziyyətli bir şey olub da artıq. 10 dənə oyun girirsən, hamısı da kartda da, yəni get-gedə oyun məsələn 100 şey eləməyə başlayır da, kasmağa başlayır. Məsələn 40 dəqiqəlik video falan qəşəngcə vururum bu arada, super tuzdurdum. Buradan bir dənə gameplay tuzdura bilərik. Nəysə, yəni o qədər oyun oynayırsan və girirsən məsələn bir yalandan güya 4-0-dan comeback atacaq. Axırda heç nə eləmir, yəni bir vuruşla vurarsan oyun qutaracaq, heç nə marağı qalmır da. Hassasiyyəti yoxlayamırsan. Bir tur girsə rəqib boş gəlir, yəni yeni oyunçu gəlir, nə bilim. Yalandan gəlir biri üz göstərir. Axır məcbur sənə tarımağa başlayırsan ki, oyunu qazanasan, yəni qaqaşın içində qalsın deyə sırf elə oynayırsan, nə bilim. Ona görə yalnız qurtda video çəkmək artıq çətindir, yəni. Old oyuncular gəldikcə qəşəng oynamaq olur. Görürsüz UMP-də biraz örübdə hassasiyyət. Qaqaşa babacı yeləklər oturduruq. Qaqam gəldim bu tərəfə. UMP gələndə biraz nəsə pusmaq istəyir gəlir. Elə istəyirəm pusam, mən də rəqib istəyirəm biraz kit bassın. Bir dənə kit mən basım ha. Rəqib. Səsin gəlir, gəlmək istəyirsən deyəsən. Bir dənə sürət. Allah, canın yoxdursa get kit bas da qaqam. Mən də dedim canım var. Görürsüz UMP-də biraz örübdə həqiqi hassasiyyət deyib. Yəni DP-li hassasiyyət. Onu da özünüz düzəldə bilərsiniz. Elə dediyim kimi çətin bir şey deyil. Çox yuxarı qalxırsa kicks-i biraz azaldın. Çox bədən dəyərsə falan kicks-i biraz artırın. Beləcə düzəldə bilərsiniz. Eğitimdə yoxlaya bilərsiniz. Nə bilim yanlış falan girə bilərsiniz. Qaqam, Allah, kafa dəydi amma qalanı yelək dəydi deyə öldürdü. Nəysə. Diyoruz, bu UMP-də heç istədiyim performans alanmadım bu arada. Kitar oldum, sizdə yeləkdən öldü. Nəysə, yenə də pis deyil, əsas o da öldürdük. Yəni, sırf kafadan vuruşlar olmasa da, əsas o da öldürdük. Yəni, hassasiyyət tapmaq biraz əvvəlkinə nisbətən, yəni, çətinləşir. Çünki hər bir hassasiyyəti girir, zibil eləyir, çıxırsan həmin hassasiyyəti qoyanda artıq oyun zəif gedir də, məsələn.
YouTube-dan falan tapmağı, yəni çox izlənən YouTuberlərdən falan və ya məsələn milyonluq izlənən shorts videolarından falan qəti götürməyinizi tövsiyə eləmirəm. Qəşəng. O işləyə bilər, olmalı. Aloyun qutardı, çox tez qutardı. İşləyə bilər, amma biraz çətin məsələdir. Vaxtınızı alır, olmazsa gedin eğitimdə öz hassasiyyətinizi qurun. Həm bir nəfər kimi istifadə edin. Daha o bəlkə milyonluq hassasiyyəti bəlkə də 10 min insan istifadə edir. Ona görə də zəif işləyir və ya ban yeyir. Nə bilim elə şeylər var da. Rapor çox yeyir hassasiyyət. Nəysə uşaqlar, girək yavaş-yavaş hassasiyyətimizi göstərməyə. Bu arada keçmədən buraya qədər izləmişsinizsə təşəkkür edirəm. Uşaqlar, bu varsayılan yazılan DPL oyunumuzun hassasiyyətidir. Yəni DPL-də bu hassasiyyəti istifadə edirsiniz. Yüksək yazan isə DP-siz, yəni olan hassasiyyətimiz. DP-siz dediyim 320 DP-dir. DP-li dediyim isə 680 DP istifadə etməlisiniz. Girək bir dənə də sizə butonu göstərdim. Yəni girdən nə gözləyirəm. Butonumuz da 49-dur uşaqlar. Girib beləcə siz də qoyub istifadə edə bilərsiniz. Nə deyim, başqa klanımızı göstərdim uşaqlar. Bu arada klanımızda 18 nəfər var. Biraz oynamayanlar, kasmayanlar da var. Nəysə problem yox. Gəlib istifadə edə bilərsiniz. Bu videodan bu qədər idi. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.